Bismillahirrahmanirrahim. İnsan malik olduğu maldan, var-dövlətdən pay verməyi bacarmalıdır. Əlbəttə ki, dərəcəsində. Bu işdə nə israfa varmaq, nə də xəsislik etmək lazım deyil. Əli əleyhissalam maldan paylamağa təşviq edərək buyurmuşdur. Ey Adəm övladı, özünün canişin və qayyumun ol və mal və var-dövlətindən səndən, yəni ölümündən sonra vermələrini istədiyini ölümündən qabaq özün ver. Çünki sən özünə hamıdan çox canı yanansan. Allah hər birimizdən razı olsun. Amin inşallah.